2020-ci il sentyabrın 27'si Azərbaycan hər tarixinə qızıl hərflərlə yazılmış bir dövr, bir gün. Təbii ki, 30 ildən artıq işğal altında olan torpaqlarımızı işğaldan azad edin əmrini verən Ali Baş Komandanımız orduya və xalqa güvənirdi. Təbii ki, müharibə itkisiz olmur. Müharibədə qələbələrimiz olsa da itkilərimiz də olur. Yəni bir gözümüz ağlasa da, lakin bir gözümüz gülür. 2020-ci il sentyabrın 27'si Vətən müharibəsi başladığı zaman bir çox Azərbaycanın qəhrəman oğlanları, qəhrəman zabitləri və qəhrəman qızları döyüşlərə qatıldı. Həmin qəhrəman zabitlərdən biri də Müstəliyev Mehrabdır. Müstəliyev Mehrab Rembo rəqəbi ilə tanınırdı. Çünki o hər zaman istər 2016-cı ildə aprel döyüşlərində, istər də ki bir çox əməliyyatlarda böyük bir qəhrəmanlıqlar göstərmişdi. Bugün Müstəliyev Mehrabın mövlududur, yəni anadan olduğu gündür. Müstəliyev Mehrab 5-ci ay, 13 mayda 1985-ci ildə Quba rayonunda anadan olmuşdur. Hələ uşaq üçün qəhrəmanlıq məsələsidir. Məhz bu qəhrəmanlığı da onu hərb sahəsində təhsil almağa gətirdi çıxartdı. Vətən müharibəsində də böyük bir qəhrəmanlıqlar göstərən qəhrəmanımız Ali Baş Komandamız tərəfindən Vətən müharibəsi qəhrəmanı ilə təltif olunmuşdur. Biz də Milli Qəhrəmanlar və Vətən müharibəsi qəhrəmanları təşkilatı olaraq qəhrəmanlığın ailəsində başsağlığı veririk. İnşallah haqq dünyasında qəhrəmanlarımızla görüşməyi Allah bizə nəsib edər. Allah rəhmət etsin.